Salam hər kəsə izləyicilərimiz. Bugünkü videomda sizinlə birlikdə ingilis dilindən am, is, are qaydasına aid 2 ədəd çalışmamıza baxacağıq. Əvvəlcə sizə çalışmaları göstərim. İndi isə gəlin vaxt itirmədən başlayaq. Birinci cümlədə nümunə olaraq bizə verib ki, she is a teacher. O müəllimədir. Burada is kimi verib. İndi gəlin biz davamını gətirək. Burada məsələn verib ki, we hungry. Burada we am deyə bilmərik, we ilə is deyə bilmərik və bu səbəbdən də burada olacaq are. Like late. Burada late-dən qabaq hansı boşluğa yazmaq olar? Burada is late yazmaq olar. Yəni ki, bura isdir və təkdə olduğuna görə də islə yazacağıq. Arda cəmdə olanda yazırıq, is təkdə olanda, am isə mənə aid olanda, yəni mənlik bildirəndə qeyd olunacaq. They Spanish. Burada they ilə yadda saxlayın ki, hər zaman are işlənir. Yəni they are Spanish. Onlar İspaniyalıdır. You happy. You-dan sonra are işlənir. Yəni you are happy. Sən xoşbəxtsən. I thirsty. I is thirsty deyə bilmərik. Mən, o, məsələn, susuyub deyə bilmərik. Məsələn, I are thirsty. Bu qətiyyən uyğun qayda deyil, çünki are cəmdədir, I isə təkdədir. Burada uyğun olacaq am. Yəni, mən susuzam. It cold. Burada it are cold, yəni cəmdə deyə bilərik, xeyr deyə bilmərik. It is cold, yəni islə hər zaman yadda saxlı, itlə daha doğrusu hər zaman is işləniləcək. She German. Burada yazacağıq she is German. O Germandır. He early. He daha sonra am deyə bilmərik. Arda cəm, he təkdədir, are cəmdədir, buna görə ardı deyə bilmərik. He is early. We tired. Biz yorğun. Biz yorğunuq deməliyik. Yəni ki, burada olacaq we are tired. Biz yorğunuq. You beautiful. You am deyə bilmərik. You is deyə bilmərik. You are beautiful. Sən qəşəngsən. I hot. I is deyə bilmərik. Are da deyə bilmərik. I am hot. I from London. I am işlənməliyik. Mən Londondanam. You a doctor. Sən həkimsən. Nə deməliyik? Bu səbəbdən də you are you are a doctor. Sən həkimsən. Emily my sister. Burada is qoymalıyıq. Emily mənim bacımdır. He in the garden. Burada olacaq he is in the garden. They on the bus. They are on the bus deməliyik. We friends. Burada s-dən veribsə yadda saxlayın ki, we are friends olmalıdır. Yəni biz dostuq. I 25 years old. Mən 25 yaşındayam deməliyik. I am. Am. Daha sonra she sick. O xəstə. Biz deməli o xəstədir. Ona görə də she is sick yazırıq. Bu oldu birinci səhifəmiz. İkinci səhifəmizə baxaq. İkinci səhifədə isə verib ki, I very happy today. Mən xoşbəxtəm. Mən çox xoşbəxtəm bugün. Xoşbəxtəm deməliyik. Ona görə də I am very happy. İkincisində Susan 12 years old. Susan 12 yaşındadır. Susan is 12 years old. They are at school today. Burada are-la verməliyik. Mom and dad going to a party tonight. Mom and dad are, ikisi bir yerdə olubsa cəmdədir. Going to party tonight. Bu günləri axşam partiyə gedəcəklər. The tree I'm green deyənmərik, are green deyənmərik, is green deyəcəyik. The dogs are wild. Əmlə yox, are-la demək lazımdır. Is-lə də vermək mümkün deyil. Daha sonra 7-cidə anybody here, is anybody here deməliyik. Burada kimsə var. There are 2 apples in the basket deməliyik. Are-la deməliyik. Nəyə görə? Çünki orada verib, baxın, 2 apples. Həm s-lə verib, həm də 2-la verib. Hər ikisi cəm bildirir. Bu səbəbdən də verəcəyik are-la. Thomas and Jonathan
Are brothers deməliyik, çünki brothers'ın sonunda S var. Thomas və Jonathan qardaşdılar. The teacher from South Africa. The teacher is islə bizim müəllimə South Afrikadandır. Daha sonra Sparky a black cat. Sparky is a black cat. Burada islə verməliyik. The mailbox red. Burada M verənməliyik, R verənməliyik. The mailbox is red. İslə verəcəyik. 13-cüdə Fiona from the USA. Fiona islə verəcəyik. Fiona USA'dandır. Daha sonra 14-cüsündə You my best friend. You are. Sən mənim ən yaxın dostumsan. Yəni burada R-la verəcəyik. They M-lə verənməliyik, islə verənməliyik. They are rich. Onlar varlıdırlar. Ya da belə deyək, onlar varlıdır. Mrs. Stone gone for today. Mrs. Stone is gone today. Yəni islə verməliyik. Nothing good enough for you. Heç nə kifayət qədər yaxşı deyil sənin üçün. Nothing is good enough for you. İslə verəcəyik. Siz 7-ci sinifdə də enough qaydasında xüsusi keçəcəksiniz. Bu səbəbdən də artıq bunun barədə çox da məlumat verməyə ehtiyac yoxdur. Beləliklə bugünkü 2 testimizin sonuna gəldik. Kanala abunə olub videoları bəyənməyi, like atmağı unutmayın və həmçinin də canlı yayımlarda da iştirak etməyi unutmayın. Sağ olun, salamat qalın.